Qədim Misir haqqında maraqlı məlumatlar. Tutamonun məşhur qızıl maskasından məlum olduğu kimi fironlar bir tac və ya nemes adı verilən bir başlıq taxardılar və saçlarının tək bir telinin görünməsinə belə icazə verməzdilər. Firon bir ikinci alcıqanları özündən uzaq tutmaq üçün ətrafında bədəninə bal çəkilmiş bir neçə çölə saxlayırmış. Həm qadın, həm kişi olmaqla bütün antik Misirlilər makyaj edirdilər. Göz boyaları misdən hazırlanmış yaşıl və ya quruşundan hazırlanmış qara rəngdə olardı. Misirlilər makyajın qoruyucu gücü olduğunu inanırdılar. Başlanğıcında makyaj bəzənmə məqsədindən çox günəşdən qorunma məqsədi daşıyırdı. Antibiotik istifadə 20-ci əsrdə başlamışdır. Xalq təbabəti, kifli qidalar ya da infeksiyalar üçün torpaq istifadəsi daxil antibiotik istifadəsinin təməli Misirdə qoyulmuşdur. Qədim Misir tibb sahəsində digər ölkələr müqayisəsində çox irəli idi. Misirdəki yüksək istilik səbəbi ilə oğlan qız ya da zəngin şəxsə fərq qoyulmadan 12 yaşına çatana qədər uşaqlara paltar geyindirməzdi. Kişilər ətək və ya peştemel, qadınlar isə paltar geyinərdi. Geyimlər ağardılmış sadə kətan parçasından hazırlanırdı. Zəngin Misirlilərin qadını da, kişi də saçlarını təraş edər və parik istifadə edirdilər. Digər siniflərə mənsub olanlar isə ya saçlarını